Bismillahirrahmanirrahim. İnnel hamdalillah nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu sallallahu aleyhi ve aleyhi ve sellem. Ya eyyühellezine amenu يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وآله وسلم وشر الأمور محدثاتها وكل محدثة بدع وكل بدعة ضلالة وكل ضلالة في النار. Möhtərəm qardaşlar, ilk olaraq hər birinizi Allah subhanahu wa ta'ala salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Və Allah subhanahu wa ta'ala diləyirəm ki, bizim məclisimizi mübarək eləsin. Allah subhanahu müvəffəq eləsin ki, bu başladığımız əməli bitirək. Və həmçində Allah subhanahu asanlaşdırsın. Həm bizə bu keçəcəyimiz kitabı asanlaşdırsın ki, Allahın izni ilə yəni mənaya tam yaxın şəkildə çatdıraq. Və həmçində Allah subhanahu sizə də asanlaşdırsın ki, onu başa düşəsiniz. Həqiqətən böyük bir nailiyyətdir hər birimiz üçün. Allahdandır. Yəni Allahın dinini öyrənmək hər bir şəxs üçün xeyir var. Bəzi hallara görürsən ki, danışan, oxuyandan çox daha da elə bir dinləyən anlayır. Bu din necə bilirsiniz ki, nə ilə başladı? İqra ilə, yəni elmlə. Allah Rasulü s.ə.və Cəbrail əleyhissalam əmr edir ilk olaraq ki, oxu. Düzdür. Və bu da ki, nəyə dəalət edir? Yəni, bizim dinimiz elm üzərindədir. Yəni, mümküniyyət yoxdur ki, sən elmsiz olasan, yəni bu dinini tam şəkildə başa düşə bilərsən, yaşaya bilərsən və həmçində gedib, yəni, yalnız Allahın rəhməti ilə sözsüz ki, cənnətə daxil olacaq. Amma biz başqa cürə yüklüyük. Yəni, bizim üzərimizə düşür, hər birimizin üzərimizə düşür ki, neynəyək? Allahın dinini öyrənək. Çünki Allah Rasulü s.ə.v deyir ki, tələbətir ilmi faridətun alə kulli muslim. Burada kulli gəlməyi və muslimin nəkirədə gəlməsi, qeyri-müəyyənətdə gəlməsi bu ona dəalət edir ki, bütün müsəlmanlara əhatə edir. Həm kişiləri, həmçindəki qadınları. Bu hədisdəki səhidir. Şeyx Albani rəhməlullah səhi sahibdir bunun. Və bu da bununla ki, hər bir müsəlman üçün vacibdir. Ya örgədəndir, ya da ki, örgənəndir. Hətta örgədən olsa belə görürsən, yenə də örgənir. Yəni, örgənmək heç vaxt bitmir. Allahın müvəffəqiyyəti ilə. Bugünkü gündə isə, qardaşlarım, başlamaq istədiyimiz kitabımız Allahın müvəffəqiyyəti ilə Allahı subhanahu wa ta'ala asanlaşsın. Yəni, mən çox gördüm, indi bilirsiniz, gedib gəlirik zəvvərlərdən və s. Görürsən ki, insanlar indi hamıya şamil olunmur. İndi bilənlər üçün təkrar olurlar, bilməyənlər də ki, örgənərlər. Yəni, hər bir halda bunu eləmək lazımdır, təkrarlamaq lazımdır və Allahın izni ilə bunu bilməliyik hər birimiz. Yəni, biz inşallah bugünkü oxuyacağımız kitab Şurutus Salə və Ərkanuhə və Vacibatuhə, namazın şərtləri, ərkanları və onun vacibləri olacaqdır. Və həmçində ki, onun içində daxil eləyibdir şeyx burada dəstəmaz və s. Və inşallah çalışacaq kitabdan qırağa çıxmıyor, amma ehtiyac olacaqsa kitabdan qırağa da çıxacaq Allahın izni ilə, Allahın müvəffəqiyyəti ilə. Kitab da ki, yəni şeyx İmam Muhammed ibn Abdülvahabın kitabıdır, İbn Süleyman ibn Ali Ət-Təmimi rəhməlullah təala. O, qardaşlarım, yəni qısa da olsa məlumat verim. Yəni, necə bilirsiniz ki, o şeyxi, yəni cahil insanlar və yaxud da qərəzlilər və yaxud da ki, İslamı bilməyənlər, yəni bunlar cahildir sözsüz ki,
Amma var ise insanlar qərəzli olaraq, yəni onun üstünə böhtanlar atılması və s. axir. Yəni də qısa da olsa ona toxunacaq Allahın iznə. Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah Teala İbn Süleyman, yəni onun adı əslində Muhammed olubdur. Yəni bəziləri deyir, yəni Vahabi olaraq onun getdiyi, belə deyək, o nisbət edirlər ki, Vahabilər, amma əslində onun atasının adı olubdur İbn Abdülvahhab. O da ki, Vahab sözlü ki, Əl-Vahhab Allah Subhanahu adlarındandır. Onun da mənası odur ki, təmənnasız bəxş eləyən deməkdir. Abdülvahhab, yəni təmənnasız bəxş elənin qulu deməkdir. Adı əsl Muhammed olubdur onun. Muhammed ibn Abdülvahhab ibn Süleyman ibn Ali Ət-Təmimi. Təmimi də ki, qəbilənin adıdır. Təmimi. Şeyx Rahimullah dünyaya gəlibdir hicri təqvimi ilə 1115-ci ildə. Bu da təxmini 1703-1704-cü ilə nisbət olunur, miladi ilə. Dünyasını dəyişib isə 1206-cı ildə. 1206-cı ildə bu da nisbət olunur 1792-ci ilə. 1792 ilə. Bəni Təmim o qəbilədir ki, Allah Rasulü sallallahu diqqətlə qulaq asın qardaşlar. Allah Rasulü sallallahu o qəbilə haqqında bildirir və bu da ki, hədis gəlir harda? Buxaridə. Səhih Buxaridə gəlir 2543-cü hədisdə. Ennəhum əşəddun nəsi aləd-Dəccal. Yəni onlar ən şiddətli insanlar olacaqdır həmən Bəni Təmim Dəccala qarşı. Yəni möhkəm duranlar. Yəni bu da ki, çox faydalar var bu Allah Rasulü sallallahu belə deməyində. Və huve dəllun alə istimrari bəqai hədil qabilət həttə zəmənül Dəccal. Bu nə deməkdir? Birinci Allah Rasulü sallallahu burada bizə xəbər verir. Nəyə xəbər verir ki, yəni bu Bəni Təmim qəbiləsi ta Dəccalın vaxtına kimi qalacaqdır. Aydındır, yəni ki, ta Dəccalın vaxtına kimi olacaqdır. Və onlar da ki, onlar ən güclü, ən möhkəm duranlar olacaqdır. Kimə qarşı? Dəccala qarşı. Yəni, Allah Rasulü sallallahu əleyhi deyir bu. Allah Rasulü sallallahu əleyhi sözüdür. Hansısa bir adi bir bəşərin sözdür. Və ennəhum əşəddun nəs aleyhi. Ən şiddətli insanlar olacaq ona qarşı. Kəmə kənət həzi qəbilət fi əxiri zəmən əşəddun nəs aləd-Dəccal azam. فإن شيخ الإسلام محمد ابن عبد الوهاب وأبناؤه وأحواده وتلاميذ تلاميذهم من أشد الناس على الدجالين الذين ظهروا في أزمانهم. Nə deyir şeyx burada? Yəni mən bu deməli qardaşlar, mən qabaqdan demədim, həmən girdim Şeyx Muhammed ibn Abdülvahhabın nəyinə də bioqrafiyasına. Bu kitab yəni əslində Abdülmuhsinin Həfizullahın kitabıdır. Bilirsiniz, mühaddis, yəni bizim əsrimizin mühaddisidir. Əl-Badr. Yəni Abdülrazaq Həfizullah onun oğludur. Böyük alimlərdən sağdır. Bu onun şərhi ilədir. Və şeyx də bu, yəni Abdülmuhsin bunu gətirir. Deməli, necə ki deyir, onlar deyir, axır zamanda şiddətli olacaqlar Dəccala qarşı, elə öz vaxtlarında, öz zamanlarında şeyxin özü və şeyxin nəvələri, övladları və onun tələbələrin tələbələri hamısı nədir? Ən şiddətli olublar onların zamanında çıxan Dəccallara qarşı. Yəni, necədir Dəccallar? Yəni, Dəccalın qardaşlar, ola bilsin ki, indi qulaq asan qardaşlarımız, bazılarımız bura çaşbaş üçün, yəni Dəccallara qarşı olublar. Dəccalın missiyası nə olacaqdır? Dəccalın missiyası olacaq ki, bir şey göstərəcək, amma batində başqa bir şey olacaq. Düzdürmü? Zahirən İslam, daxilən isə küfür. Bilirsiniz, hər bir zamanda, necə ki, indi də var, dinimizin düşmənləri var. Zahirən onlar İslamı göstərsələr də, daxilən İslama qarşı mübarizə aparırlar. Məsələn, bidət olsun. Bidət ən böyük günahlardandır. Xüsusən də bağışlanmayan günahlardandır. Əgər Allah nəsib eləyərsə tövbə, əlbəttə nə xoşalını onun, amma xüsusən o bidətə çağıranlar, yəni çox nadir hallar olur ki, onlar dönürlər və tövbə edirlər.
Çünki onlar bilirsiniz, məsələn, insan biri var, bir nəfəri azdırsın, saçdırsın və nətərsə onu başa salsın ki, mən tövbə elədim və bu yoldan döndüm. Amma görürsən, insan minlərlə insan azdırıb, minlərlə insan saçdırıbdır. Və həmçində ki, əziz qardaşlarım, bu elə bir şey deyil. Bəzi insanlar deyir, bidətdir də, neynirəm ki, zikr edirəm, neynirəm ki, namaz qılıram və s. Əxir. Yəni, bu xoş işlər. Amma görürsən, nə qədər yəni pis-pis işlər yəni, görürlər və həmçinin onu nisbət edirlər dinə. Bu əməllərlə nə eləmiş olurlar? Necə Şeyx Rabi rahimehullah təala deyir ki, onlar deyir, deməli, bidət eləməkləri ilə birincisi, Allah sınır bu sözlərə, birincisi deyir, Allah subhanahu wa ta'aləni cahillikdə ittiham edirlər. Bidətçi. Yəni, cahillikdə Allahı ittiham edirlər. İttiham edirlər ki, yəni Allah bunu bilməyib, biz bilirik. Və ikinci tərəfi nədir? İkinci tərəf odur ki, Allah Rasulü s.ə.v-i xainətdə ittiham edirlər. Ki, Allah subhanahu wa ta'ala çatdırıbdır Muhammed s.ə.və, Muhammed s.ə.v insanlara çatdırmayıbdır. Yəni, Muhammed s.ə.v çatdırmayıb, biz amma bunu tapmışıq, çıxartmışıq ortaya. Allah qorusun. Yəni, böyük bir, yəni, böyük fəlakətdir. Yəni, elə belə deyil. Ona görə o insanlar çox vaxt görürsən ki, Allah qorusun, necə, yəni, tövbə nəsib olmur. Ən gözəli nədir? Ən gözəli hansı əməl görürsən gör, qoy ölçüyə. Yəni, tərəzin olsun sənin. 2 dənə şeydən ibarət olsun, 2 gözü olsun. Biri nədir? İxlas. İkinci nədir? Mütabəə. Yəni, Allah Rasulü s.ə.və tabi olması. Və budur, hansı əməl istəyən namaz olsun, istəyir həccə get, istəyir ümrəyə get, istəyir zikr elə, nə ibadət olursa olsun. Yəni, qoy bunu tərəzi. Əgər bu şey, o ibadətində sənin bu 2 şey varsa, nə xoşalına. Əgər bu 2 şeydən birisi yoxdursa, o halda neyinə? Özünü yorma, günah qazanırsan. Bilirsən, bəzi halda insanlar olur, mövzudan biraz uzaqlaşdırım. İnsanlar olur, sən onun ixlasına heç nə deyə bilmərsən. Görürsən, həqiqi mənada insan elə ixlaslı edir ki, ibadətini, yəni ixlaslıdır da, deyə bilmərsən ki, bu ixlassız. Amma görürsən, problem harada olur? Problem olur mütabəədə. Yəni, Allah Rasulü s.ə.v-in sünnəsinə müvəffiq deyil. Allah Rasulü s.ə.v-in yoluna müvəffiq deyil. O halda o əməl rəddir. Və yaxud da əksinə görürsən, insan elmi var və hədis bilir, hədisin müvəffiq eləyir, elm var, amma nədir? Və yaxud da birinci yoxdur, birinci rukun. Hansı ixlas yoxdur. Allah üçün eləmir. Allah üçün edir, gətirir kimsə qoyur onu. O halda nədir? Bu əməl ondan rədd olunar və üstəlik də ona günah yazılar. Bəli, necə şeyx bura qeyd edir, necə ki deyir, axır zamanda onlar deyir, yəni o yəni qəbilə şiddətli olacaqlar, Dəccala qarşı elədir öz zamanlarında çıxan dalələtlərə, sonra azğınlıqlara qarşı daim şiddətli olublar. İşte Allah Rasulü s.ə.v deyir. Və sonra isə şeyx qeyd edir ki, bu da Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah təala min əimmətil mücəddidin ellezine əzhərallahu bihim əd-din və nasra bihimul haqq. Firqun thani aşra. Deməli, şeyx deyir ki, Həfsullah, Muhammed ibn Abdülvahhab o, yəni alimlərdəndir ki, yeniləyən, mücəddid, yəni yeniləyən alimlərdəndir. Baxın, əziz qardaşlarım, bu məsələ ola bilsin ki, insanlara, misal üçün, desin ki, yeni. Bəs deyirsiniz, yenilik eləmək olmaz. Bəs bu ənada deyirsən ki, yeniləyən. Bilirsiniz, nətərdir? Yeniləmək. Biri var ki, yeni bir şey gətirmək, bir də var olan şey yeniləmək. Bu ayrı-ayrı şeylərdir. Biri var, Allah subhanahu wa ta'ala'nın dininə yeni şeylər gətirirsən. Yeni şey, yeni fikir, yeni məzhəb, yeni. Bir də var ki, olan şey təzəliysən. Misal, Şeyx Muhammed ibn Abdülvahhabın dövründə şirk yayılırdı, şiddətli şəkildə. Sanki insanlar artıq cahiliyyət dövrünə qayıtmışlar. Hətta ondan da pis. Çünki o vaxtlı insanlar neyinlərdi? Yəni müşriklər. Onlar bütlər düzəldərdi və ona ibadət eləyərlərdi. Yəni ağacdan, taxtadan, daşdan, gildən və s.
Niyə görə daha şiddətli oldu? Daha şiddətli ona görə ki, sayılır ki, insan sənin yanında yaşayır, ölür və sən bilirsən ki, onun ehtiyaclı olduğu halda nə ehtiyacları var və yaxud da naqislikləri olub, öz-özünə şəfa verə bilməyib, öz-özünə yəni ki, kömək eləyə bilməyib. Necəsə yəni insanlara kömək elə bilər və xüsusən də öləndən sonra. Ya, o elə bil ki, daha şiddətli olur. Bir var yəni düzəltmiş, düzəldirlərdi taxtadan və yaxud da və s. Bir də var ki, ölür və sən bilirsən onun yeməyə ehtiyacı var. Və yaxud da onun köməyə ehtiyacı var. Və yaxud da üzr istəyirəm, onun çölə çıxmaya ehtiyacı var. Və s. Və yaxud qarnında nə daşıyır o. Sən necə yəni gedib onu ilahlaşdıra bilərsən ondan sonra. Sən tək olanı qoyub, hər bir şeyin xaliqini qoyub, gedirsən neynisən, o ehtiyaclı olan insan da yox, insan artıq ölübdür, gedibdir. Bütün əlaqələri kəsilibdir. Bu mövzuya daxil olmuruq. Sözsüz ki, buna heç bir əsas yoxdur və şeyx də gəldi, neynədi? Təzələdi. Yəni, insanlara aiddir ki, bizim dinimiz bu deyil. Bizim dinimiz budur. Ona görə də ona mücəddid deyirlər. Yəni, təzələyən. Bu da ki, yəni, şeyx burada qeyd edir, yəni 12-ci əsrdə olubdur. Hicri təqvimi ilə, amma miladi təqvimi ilə 17-18 arası. 17-ci, yəni 17-ci əsrdə olubdur. Və bu da ki, şeyx burada qeyd edir, bu da ki, Allah subhanahu wa ta'alədən böyük bir nimət idi ərəblərə verilən və həmçində qeyri-ərəblərə. Yəni, bu şeyxin gəlməsi. Çünki gəlir, neyinir? İnsanları şirkdən, insanları bidətdən, zalalətdən çəkindirir. Və insanları çağırır hara? Tövhidə, yəni tək Allaha ibadət eləməyə. Bəzi insanlar görürsünüz, şübhələr atır, görürsünüz, deyir, siz deyir, sahabələri qəbulləmirsiniz, siz əhl-i beyti qəbulləmirsiniz, siz imamları və s. qəbulləmirsiniz, siz deyirsiniz, yalnız Allah. Biz hamısını qəbul edirik, sadəcə olaraq onlar özləri necə istəyiblərsə, onların qəbul olmasını elə qəbul edirik. Övliya da var bizim dinimizdə, seyid də var bizim dinimizdə. Sadəcə olaraq onlar necə qəbul olunur, necə yəni varsa helənçiyinə. Yəni şişirdib onları nə Peyğəmbər səviyyəsinə çatdırmırıq, nə də ki Allah səviyyəsinə, Allah qorusun bu şeydən. Necə, əsl yəni odur ki, özünü yəni əhl-i beytə bənzətmək, əsl odur ki, sənin onlar kimi yaşamağın, sənin onlara bənzətməyin. Amma elə belə sözdə yox. Sözdə görürsən, insana çox adam dost deyir. Amma əmələ gələndə görürsən ki, əks olur. Əgər həqiqətən də əhl-i beyt sevilirsə, insan tərəfindən, o öz üzərində onu göstərməlidir. Və çalışmalı namazlarını onlara bənzətsin, zikirlərini, yəni yerişlərini, hər bir şeyini. Və sağ olaraq bizdə daha genişdir. Nə baxımdan? Yəni, əlbəttə ki, ən yaxın kim ola bilər Allah Rasulü s.ə.və? Onun əhl-i beyt. Düzdürmü, qardaşlar? Əhl-i beyt də yaxşı hədis rəvayət olunmursa, başqa sahabədən götürülmür. Əlbəttə götürülür. Budur söhbət. Nəsə, mövzudan uzaqlaşmayaq. Yəni, əlhəmdülillah, yəni, o tək Allaha ibadət eləmək, onların hamısının məqsədi o olubdur. Birincisi, Allah Rasulü s.ə.v gəlməyib ki, özünə çağırmağa, öz başına yığmağa. Gəlib nəyə görə? Allah subhanahu wa ta'ala ibadətə çağırmağa. Və həmçində heç bir dənə belə dəlil gətirə bilməzlər səhih ki, Allah Rasulü s.ə.v dünyasını dəyişəndən sonra hansısa bir əhl-i beytindən qızı, nəvələri, yaxınları, kürəkəni Əli radiyallahu anh olsun və dostları olsun, yəni yaxın, gedib neynədilər? Allah Rasulü s.ə.v-in qəbrindən istədilər və yaxud da ki, onun üzü hörmətinə istədilər. Yoxdur elə bir dəlil. Əgər olsaydı, biz də insanlara onu çağırır. Çünki Allah Rasulü s.ə.v əksinə bundan çəkindirməyə gəldi. Gəldi tək Allaha ibadətə çağırmağa. Deməli, şeyxin nisiyəsindən alıbdır, qardaşlar. Deməli, birinci olaraq şirki ortadan qalxızmaq, tək Allahlığı, yəni tövhidə çağırmaq və bidətli, zalətləri ortadan qalxızmaq. Və Allah subhanahu wa ta'alə də ki, görürsünüz ki, necə yəni
bunu Allah Subhanahu taala onu müvəffəq eləyir. Çünki niyyəti saf olur. Niyyəti saf olur, Allah üçün olur. Yəni, öz başına insanları yığmaq olmur. İnsanları öz başına yığmaq, lüz qardaşlarım, bu çox uzağa getməz. Biz yəni alladaraq, nə bilim, 10 il, 20 il, 30 il, nəsə belə və s. Laxir. Amma əgər sən həqiqətən Allahın dinini çağıran bilirsənsə, Allah səni uzaldacaqdır. Görürsən, bəyəm, indi 12, 11 əsr bundan qabaq alimlər olub, düzdür, 10 əsr bundan qabaq alimlər olub. Görürsən ki, adları çəkilir, hələm də qorunur. Sizcə onların vaxtında onlar qədər biliklikləri olmayıbdır? Əlbəttə olubdur. Amma Allah Subhanahu görürsən, içlərindən seçib müəyyən insanlar yəni qorunub saxlanırlar. Hamısı nədir? Onların yəni ixlaslarıdır. Və belə də biz, əgər ixlaslı olarıqsa, Allah Rasulü s.ə.v-in sünnəsinə müvafiq olaraq yaşayarıqsa, Allah Subhanahu bizi də, bizdən sonra gələn övladlarımızı da, zürriyyətimizi də qoruyar. Onun üçün çalışmaq lazımdır, daim. Bu da ki, Allah Subhanahu Taala'dan böyük bir, yəni həqiqətən lütf idi, şeyxin olması. Necə dedik, elə ərəb ölkələrinə və həmçinin qeyrilərinə və bütün İslama və həmçinin müsəlmanlara. Və qısa gedirəm, qardaşlar, çünki vaxt azdır o baxımdan. Sonrası müqəddiməni biraz bitirək ki, sonra növbəti dərsdə kitaba daxil olaq. Üçüncü olaraq, qardaşlarım, Şeyx Muhammed ibn Abdülvahhabın dəvəti nə üzərində idi? Nə üzərində idi? Məbniyyətən alə ittibə'l kitab və sünnə. Və alə mə kənə aleyhi sələfil ümməti min əshabi Rasulillahi sallallahu aleyhi və aleyhi sələm. Onun dəvəti məbni idi nəyə? Yəni qurulu idi, qardaşlar. Kitab. Yəni Allah Subhanahu Taala'nın kitabına bilinci. Sonra nə? Allah Rasulü s.ə.v-in sünnəsinə və həmçində sələf, salihin, yəni Allah Rasulü s.ə.v-in sahabələrin fəhmi ilə, onların yolunda olaraq. Və kim onlara tabi olubdur yaxşı işlərdə. وَلَمْ يَأْتِ بِشَيْءٍ جَدِيدٍ يُخَالِفُ ذَلِكَ. Və bir dənə belə yeni bir şey gətirməyib ki, bu sadalarımız şeylərə müxalif olsun. Yoxdur. Yəni, insanlar bilsin, biri var, gözəl danışmağa nə var ki? Görürsən, insanlar çıxır, indi biz uzağıq, belə çox şəbəkələr var da, həddindən artıq. Danışırlar, amma insanlar fikirləşmir ki, bu danışdığın şeyə görə cavab verəcəksin. Sən nədən danışsan, Allah Subhanahu Taala'nın dinindən danışsan, qardaş. Sən bir insanın belə üstünə böhtən atsan, sıravi, sən ona görə cavab verəcəksən. Ən azı nədir? Yəni, onun qeybətini eləsən, təsəvvür elə ki, onun meyitinin ətini yemiş olarsan. Bu, sən onun barədə olan şeyi deysən, olan şeyi deysən. Olmayan şey deysən, necə olacaq hal? İnsanlar çıxır, danışır, görürsən, bir dənə layiqə görə və yaxud nəsə ürəyə görə, Allah bilirdi. Amma fikirləşmir ki, onun nəticəsi nə olacaqdır? Yəni, insan özünə, Allah qorusun, cəhənnəmi qazanır, öz dili ilə, öz əli ilə, Allah qorusun. Sən bu, elə belə şeydir, subhanallah, Allahın dinindən danış. Nəyə görə, kiməsə görə müxalif olmaq, insanlara sevdirmək üçün, insanlara bəyəndirmək üçün özünü. O, zaten uzağa gedə bilmərsən, mümküniyyət yoxdur. Hara gedəcəksən? Mümkün deyil. Sən bizi allada bilərsən. Amma Allah Subhanahu Taala görür. Sadəcə Allah Subhanahu səbiri tükənməzdir. Vaxt var. O yüzden görürsən, insanlar deyir ki, özündən nə gətdi? Yeni bir şey gətdi, yeni din gətdi, yeni nə gətdi və s. Amma bunlar hamısı nədir? Batildir, əziz qardaşlarım. Bunlar hamısı batildir. Yəni, şeyx tam şəkildə sarınmışdı Allah Subhanahu Taala'nın kitabına və Allah Rasulü s.ə.v sünnəsinə və həmçində sahabələrin və onlardan sonra gələnlər, hansılar ki, yaxşı işlər, onlara tabi edilər, onların fəhmi ilə. Bu, başqa bir şeyə daxil olmur.
Və bir dənə də Allahın izni ilə şeyxin yəni dəvətinin səmərələrindən qeyd eləyək. Yəni o da ki, ən böyük, yəni təsir edici və həmçinin təsir edilibdir. Nəyə? Ya onun kitab və sünnə üzərində dəvətinin olmasının bugünkü gündə elə görsək, Saudiya məsələn, görürsən, bütün yəni alimlər oradadırlar. Düzdürmü? Əksəriyyət alimlər yəni. Və nə üzərində yəni durur ölkə? Tövhid üzərində. Budur, əlhəmdülillah, bunun səmərəsidir. Və sonra isə həmçində ki, ona tabi olması, onunla bir yerdə yəni dəvət eləməsi, bu da ki, yəni Muhammed ibn Saud olubdur. Hansı ki, kömək elədi kimə? Şeyxə, Muhammed ibn Abdülvahhaba. Və saz olaraq şeyx, görürsünüz nə idi? Şeyxinki nə idi? İnsanları çağırmaq hara? Haqq dinə. Siyasət onluq deyildi. Yalnız haqq dinə çağırmaq. Allahın dininə. Hər işin öz əhli var. Buraxmalısan hər işi, yəni öz əhlinə. Bu da ki, qardaşlarım, yəni Allah subhanahu wa ta'ala görürsən, insanların yəni belə danışmaqlarına, böhtanlarına dəlil olaraq Həd surəsi baxsaq 40-cı ayə Allah subhanahu teala burada bizə bildirir. Deməli, فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُسُ فِي الْأَرْضِ. Bu ayə elə bil ki, burada şeyx bunu gətirir. Əslində ayə başlayır buradan. Ənzələ minəs-səmai ma'an fəsələt əvdiyətun biqadrihə fəhtəmələs-seylu zəbədən. Nəm, rabiən. Və mimmə yuqidunə aleyhi fin-nari ibtiğaə xilyətin əv mətə' zəbədun misluhə kəzəlikə yədribullahul haqqa vəl-batil. Və ayənin də ardı buradadır. Fəəmməz-zəbədu fəyəzhəbu cüfə və əmmə mə yənfə'un-nəsə fəyəmkusu fil-ard. O, indi ki dedik ya, insanlar danışır, məsələn, danışırlar. Onlar hamısı keçici bir şeylərdir. Çünki haqq deyil. Haqq olsa qalar, haqq isə qalır. Mümküniyyət yoxdur. Baxın, Allah Subhanahu necə gözəl misal çəkir bizə. Deyir, Allah göydən su endirir. Beləcə vadilər öz həcmlərinə görə sel olub axdı. Və sel üstünə çıxan, fikir verin, köpükləri apardı. O köpüklər ki var, Allah Subhanahu onu bizə misal çəkir. Köpüklər getdi. Amma qalan nə oldu? Onun əsəri qaldı. Bəzək əşyalar da Allah Subhanahu belədir. Bəzək əşyaları, yaxud alət düzəltmək üçün odda qızdırılıb əritdikləri şeylərdə də onun kimi bir köpük vardı. Görürsən, alət də qızdırır, düzdürmü? Neyinir? Onu qızdıranda, o dəmiri əridəndə, qızıl olsun, başqa nəsə olsun, özü üçün bir nəsə bərbəzək düzəltmək. Orada köpüklər olur. O köpüklər nə olur? Yəni gedir. Sonra isə qalır nə? O həmən sənə lazım olan şey. Bu da belədir. Batıl yəni mümkün deyil ki, qalsın qardaşlar. O elə o köpük kimi var, o dəmirin üzərində olan köpük, selin üzərində gələn köpük, onlar kimi çıxıb geçsəklər. Amma haqq mümkün deyil, qalsın, yəni ki, geçsin. Sadəcə vaxt tələb edir, səbirə tələb edir, səbir tələb edir. Çünki bizim imtihanımız budur da, qardaşlar. Bizim imanımıza görə imtihan olunur. Bizdən qabaqçılar necə imtihan olurlardı? Dəmir daraqlarla dəriləri soyulardı. Qır qazanlara tullayarlardı. Düzdürmü? Diri-diri övladlarını yandırarlardı. Bu onların imanına görə imtihanları idi. Bizim isə imanımız budur, ona görə imtihanımız budur. Buna da belə səbir eləmirik.
Ona görə səbirli olmaq lazımdır. Sadəcə nə etmək lazımdır? Elmlənmək lazımdır. Elmlənmək ki, sənin elədiyin əməllər elm üzərində olsun. Sənin dəvətin elm üzərində olsun. Və sən insanlara baxma, sən Allah üçün elə. Əməlin elə getdi, ons bilmirik nə vaxt bitəcəkdir. Bizə verilən vaxtlarda gedirik. Daim sən çalış haqq üzərində ol. Ruzi deyə ondan qorxma. Həyatda onsa Rəbbimiz, nəmiz var idi ki? Heç nəyimiz yox idi. Biz yox idik. Əlhəmdülillah, yenə də dönəcək Allah subhanahu wa ta'ala. Nə yazılıbsa odur. Əsas odur ki, sözsüz ki, Allah subhanahu wa ta'ala bizə ehtiyacı yoxdur. Sadəcə olaraq biz baxmalıyıq ki, Allah subhanahu wa ta'ala dinində hardayıq, nə inirik? Özümüz üçün. Baxın, Allah haqq və batil üçün belə misallar çəkir. Görürsünüz? Yəni, bu ayətdədir. Köpük yox olar, ancaq insanlara fayda verən şeylər yer üzündə qalar. Rad surəsi 17-ci ayə. Allah belə misallar çəkir. Allah subhanahu wa ta'ala. Sonra isə növbəti ayədə, qardaşlar, başqa surədə. Allah subhanahu وَلَيَنْصُرَنَّ اللّٰهُ مَنْ يَنْصُرُهُ اِنَّ اللّٰهَ قَوِيٌّ عَزِيزٌ اَلَّذ۪ينَ اِمَّكَّنَّاهُمْ فِي الْأَرْضِ اَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ. Allah ona kömək edənlərə mütləq kömək edər. Yəni ki, şeyx nə inirdi? Elə bilsiniz, elə belə oldu o nəticə. Yox, qardaş, nələrdən keçdi şeyx, nələrində onun danışası olsa bizim bu dərs yox, neçə dərslər qoymalıyıq. Elə Allah Rasulü s.ə.v-in həyatı bizə bəsdir, onu oxusaq. Nələrdən yəni ki, keçdi və sonra nələr gəldi, düzdürmü? Elə bir olmadı ki, bir də Məkkə dövrün fikirləş, necə Allah Rasulü s.ə.v əziyyətlər verdilər. Bu da elə. Yəni, elə belə mümküniyyət yoxdur. Yəni, sən başlanğıcıda görürsən, elə baxsan məsələsini bir neçə il bundan qabaq insanlar nələr danışırdı. Düzdür, bir gün görürsən, insan var ki, danışırdı, bir gün utanır sənin üzünə baxmağa. Utanır baxmağa, artıq haqq çatıbdır ona. Görürsən ki, nə inir? Yəni, bilir ki, haqdır. Odur. Çünki Allah mümkün deyil, sən Allahın dininə kömək edəsən və Allah subhanahu sənə kömək eləməsin. Bu ayədir. Həqiqətən Allah qüvvətlidir və qüdrət sahibidir. Həcc surəsi 40-cı ayə. Sonra 41-ci ayə, o kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işləri isə görməyi qadağan edənlər. Bütün işlərin sonu Allaha aiddir. Və bu da Allah subhanahu wa ta'ala mümküniyyət yoxdur ki, qardaşlarım, yəni sən Allahın dini üçün çalışasan və Allah subhanahu wa ta'ala sənə kömək eləməsin. Qısa olaraq da olsa, bax, düzdür, bu şeyxin tam həyatından deyil, sadəcə olaraq vaxtımız az oldu, bu kitaba girişdir, yəni şeyxin həyatından. İnşallah müvəffəq eləyərsə, növbəti dərsimizdə birbaşa inşallah şərtlərə keçəcəyik. Yəni şərtlər 9-dur, yəni 14-ün keçilir, sonra şeyx gətirir dəstəmaz haqqında və belə-belə Allahın iznilə gedəcək inşallah müvəffəq eləsə. Allah müvəffəq eləsin, tez-tez olsun dərslər ki, inşallah çalışağın irəliləyək. Yəni bu şeylər də qardaşlar, gəldi baş şərtlərdir, rukunlardır, vacibətir. Bunlar hamısı əzbərlənməlidir. Çox şeydir. Əsas odur, əsasları əzbərlə. Yəni bil ki, bunlardır. Sonra isə xeyirlilərdən ol. Yəni Allahın Rasulü s.ə.v-dən bir hədis eşitdiyib, bir əməl eşitdiyib, onu çatdıranlardan ol. Yəni təsəlli etsən, bir şey eşitdin, ged ailəni örgət, yaxın qardaşlarını örgət və s. Yaxşı olar ki, bir qeyd eləyək, siz yüngül bir kağız olsa belə götürürsən, birinci şərt budur, ikinci şərt budur, belə. Sonra isə yəni onu unutmayasan, xatırlama və yaxud telefonda qeyd eləyirsən belə. Allah müvəffəq eləsin, müvəffəqiyyət Rəbbimizdəndir. Yəni, inşallah Allah müvəffəq eləsə, inşallah ki, başladığımız işi yarımçıq qoymarıq, həyatımız bəs eləsə. Allah müvəffəq eləsin. Yəni, Allah subhanahu asanlaşdırsın, heç kim çətinləşdirə bilməz. Rəbbimdən diləyirəm ki, Allah asanlaşdırsın. Allah hər birinizə bərəkət versin. Allah bütün xeyirlərə sizi müvəffəq eləsin. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.